Korlar nə görür? Korların görməyi asılıdır hansı yaşından sonra kor olubdur. Əgər 7 yaşından əvvəl anadan gəlmə kor olubsa, ümumiyyətlə heç nə görmür. 7 yaşından sonra kor olubsa, o görür rəng. Boz və qəhvəyi rənglərin qarşılığını. Qarşıma çıxmışdı TikTokda, orada həkim cavab verir bu suala ki, korlar qara rəngdə görür. Bu yanlışdır. Qaranın özü də rəng kimidir. Qara rəngdə görmür. Ümumiyyətlə heç nə görmür. Heç nə görməməyi belə izah eləyərəm ki, məsələn, siz dirsəyinizin ucundan nəsə görürsünüz və yaxud qulağınızın dalından nəsə görürsünüz. Bu dərəcə. Yəni o yoxdur da, o hissiyat yoxdur. Göz özü reseptordur. Biz gözlə görmürük, beyinlə görürük. Göz ora düşən işıqları sinir impulslarına çevirir və beyinə göndərir. Beyində oksipital zona var, o siqnalları toplayır, sağdan gələn siqnalları, soldan gələn siqnalları və onu şəklə çevirir. Oradan da göndərir frontal korteksə, beyninizin ön tərəfində. Osa onu başlayır araşdırmağa ki, mənim gördüyüm şey nədir? Və göz bu siqnalları göndərməyəndə ümumiyyətlə bizdə nə rəng anlayışı olur, heç nə bir anlayış olmur. Artıq onda hipokampda qalır yaddaş. 7 yaşında gördükləri. O artıq nəsə görübdür, nəsə qavrayıbdır. Belə deyək, almanı görübdür, nə bilim, meyvələri görübdür, suyu görüb, dənizi görüb, divarı görüb, nə bilim, ağacı görübdür. Orada hipokampda o yaddaşlar qalıbdır.